Herkese salam. Sizi Aras Food kanalında görmeye şadıq. Bugün hətta yeni yetmə bir uşaq hazırlaya biləcəyi bir reseptinə bölüşürük. Bu gözəl cazibədar salatın adı bənövşədir. Görünüşü ilə qonaqları heyran qoyacaq. Ərzaqların miqdarı həmişəki kimi açıqlama bölməsində olacaq. Hissə verilmiş toyuğun sinə əti, yumurta, pendir, Koreya sayağı kök, kreker peçenye, spanaq, qırmızı torf, xiyar və mayonez. Toyuq sinə ətini kubikvari doğrayırıq. Əgər hissə verilmiş toyuq əti yoxdursa, siz onu adi qızardılmış toyuqla əvəz edə bilərsiniz. Xiyarları da kvadrat şəklində doğrayırıq. Bizdə 4 dənə xiyardır, çünki bunlar balacadır. Əgər sizinkilər böyükdürsə 2 dənə kifayətdir. Koreya sayağı kökü qadır arxasından sıxdıq və artıq sudan azad elədik. İndi isə doğrayırıq. Çox xırda doğramaq ehtiyac yoxdur. Bir yumurtanın sarısını çıxardıb ayırırıq. Videonun sonunda bizə lazım olacaq. Qalanları isə rəndənin böyük gözündən keçirdirik. Qırmızı turpu rəndə vasitəsilə yumruvari kəsirik. Azca duzluyuruq və qoyuruq qırağa. Pendiri rəndənin xırda gözündən keçirdirik. Bizdə qızlar Holland pendiridir. Vəssalam, ərzaqlar hamısı hazırdır. Qaldı salatı yığmaq. Salatımızı belə yumru formaya yığırıq. Diametri isə 16 cm-dir. Yumurtaları bir balaca duzluyuruq və qarışdırırıq. Birinci qatımız elə yumurta olacaq. Qaşığına hər tərəfli düzəliş veririk. Mayonezin tətbiqi asan olsun deyə belə torbaya yerləşdirmişik. Şirniyyat, tort ləvazimatlar satılan yerlərdə satılır. Üstündən qaşığını hər tərəfli yayırıq. Növbəti lay toyuq ətidir. Və yenə də mayonezləyirik. Əgər videolarımız sizə faydalı gəlirsə, mütləq kanala abunə olun. Növbəti mərhələ xiyarı tökürük. Hər tərəfli qaşığını düzləşdiririk və üstündən duz səpirik. Bu salatda hər qata mayonez tətbiq olunur. Kökü də eyni qaydada yayırıq və mayonezləyirik. Və sonuncu qatımız pendir qatıdır. Bunu da eyni qaydada yayırıq və mayonezləyirik. Pilka ilə bir balaca üstündən basırıq ki, tam yerinə otursun. İndi isə mənə görə ən maraqlı mərhələ. Lay rəndədən keçirdiyimiz turpu belə videodakı kimi yığırıq. Bundan indi çox gözəl bir gül alınacaq. Bıçaqla salatın üstündə belə bir deşik açırıq. Düzəltdiyimiz bayaq gülü bu deşiyin içinə yerləşdiririk ki, dağılmasın. Biz 7 dənə gül elədik. Siz istəsəz daha çox da eləyə bilərsiniz. İndi isə salatı formadan çıxardırıq. Bunu yavaş-yavaş eləmək lazımdır, səliqəli salat dağılmasın deyə. Sanki mozaika yığırsınız. Birazca mayonez əlavə elədin də, mayonezi yapışdırır. Amma mən bayaqdan mamaya deyirəm ki, belə saxlasaq da çox gözəldir həqiqətən. Mama isə deyir ki, bunları uca videoda göstərmişik, ona görə yapışdıraq. Mama ilə birləşib biz bunu bir mozaika kimi, bir əyləncə kimi yığdıq. 3 bucaq krekerlər götürmək məcburiyyətində deyirsiniz, lüboy formada ola bilər. Bu nə gözəllikdir axı. Hələ harasıdır, bu da son deyil. Yumurtanın sarısını biz güllərin içinə əlavə edirik.
Və sonuncu mərhələ bənövşəmizin yarpaqlarını qoyuruq. Bu da hazır vəziyyəti həm gözəldir, həm dadlıdır, həm də ki əsas asan hazırlanır. Çox məsləhət görürəm ki, bu salatı siz mütləq sınayasınız. Hazırlayacaq hər kəsə nuş olsun. İzlədiyinizə görə təşəkkür edirik. Bu günlük bu qədər. Özünüzə yaxşı baxın. Sağ olun.